Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizin üçün Kaspi kurslarının 11-ci sinif üçün keçirdiyi blok sınağının tarix fənninə aid olan sualların izahatı ilə tanış edirəm. Suallarımıza başlayaq. 31-ci sualda qeyd edilir ki, müasir xəritədə qara rənglə verilmiş rayonların ərazisinin qədim dövrə aid olan tarixinə aid oxşarlığı müəyyən edin. Diqqətlə baxanda, deməli bu oxlan göstərdiyim ərazi belə deyək ki, Qazax rayonu ərazisidir və eyni zamanda digər oxlan göstərdiyim ərazi isə deməli Xaçmaz rayonunun ərazisidir. Bunlara aid ortaq cəhət soruşur. Albaniya dövlətinin paytaxt şəhərlərinin yerləşməsi xeyr, A bəndi yanlışdır. Erkən Tunc dövrünə aid olan ibadət evləri, bəli. Məsələn, Xaçmazda Sərkərtəpə, Qazaxda Baba Dərviş, deməli bu dövrə aid olan ibadət evləri aşkar olunub. Doğru cavabımız B variantındadır. 32-ci sualda Şah 1. Abbasın fəaliyyətinə aid olan sxemi tamamlayın. 2. Osmanlı dostluq münasibətlərinin qorunub saxlanılması, Təbrizin azad edilməsi, 2. İstanbul sülhünün imzalanması, 2. Osmanlı dostluq münasibətlərini davam elətdirib. A doğrudur. Qəsr şiirin 1. Şah Səfinin dövrünədir. 2. Bəyazlı dostluq əlaqələri münasibətləri saxlayan 1. İsmail idi. Səfəvi Osmanlı müharibəsinin 2-ci mərhələsinin başlanması Məhəmməd Xudabəndənin dövrünə təsadüf edir. Şirvanda qiyam qalmış Əlqas Mizarın məğlub edilməsi 1. Təhmasibin dövrünə aid ilə A variantı uyğun cavabdır. Növbəti 33-cü suala baxırıq. Burada qeyd edilir ki, Trablis İtaliya-Osmanlı müharibəsindən fərqli olaraq 1. Balkan müharibəsi üçün xarakterikdir. Məlum məsələdir ki, Trablisdə döyüşündə İtaliya-Osmanlı arasında Afrikada gedən döyüşlərdə Liviyanı itirməsi ilə nəticələndi. 1. Balkan müharibəsində isə Osmanlı hər iki döyüşdə məğlub olub. Liviya ərazisi Osmanlılardan əlinə keçdi, bu Trablis müharibəsindədir. Gənc türklərin fəaliyyəti dövründə baş vermişdir, ortaq cəhətdir. Osmanlı Avropadakı bütün torpaqların, müəyyən bir torpaqların müəyyən bir hissəsini itirdi. Bəli, fərqli cəhət D bəndindədir. 34-cü sualda Azərbaycanda Monqol yürüşləri dövrünə aiddir. Tiflis müsəlman əmirliyin ləğv edilməsi 1122, Monqol dövrü isə 13-cü əsrin, yəni 1220-ci ildən başladığına görə A yanlışdır. Şəhdadı 3-cü Fəzlin Səlcuq dövləti ilə münasibətlərin kəşkilməsi 1088 olduğuna görə B də uyğun deyil. Şirvanşah 1. Axistan Eldənizlər dövlətinin vassallığını qəbul etməsi 1160-cı ildə. Bu da düşmür. Monqol yürüşlərini yadda saxlayaq ki, 1220 və 1222-ci illəri əhatə elədiyinə görə bunlar bu dövrə düşmür. Burada dördüncü Georgi Atabəy Özbək arasında hərbi ittifaqın bağlanması. Bəli, Monqollara qarşı hərbi ittifaq yaratmışdı. Ona görə də Y uyğundur. 35-ci sualda 31 mart Azərbaycanın soyqırım günü kimi elan edilmişdi. Bakı şəhər Dumasının rəhbəri Fətəli xan Xoyski tərəfindən xeyr. Azərbaycan Respublikası Prezidenti tərəfindən bəli, Heydər Əliyevin verdiyi fərman əsasında bu qeyd olunur. B bəndi uyğun cavabdır. 36-cı sualda qeyd edilir ki, Eyler-Venn diaqrammasiyasının uyğunluğu müəyyən edin. Səfəvilər dövləti 17-ci əsrin ikinci yarısı və 18-ci əsrin birinci yarısı. İnzibati cəhətdən Bəylərbəyliyə bölünmüşdü 18-ci əsrin birinci yarısında. Yəni bu ortaq cəhət olar. Moskva çarı Aleksey Mixayloviçin danışıqlarının aparılması B 17-ci əsrin ikinci yarısının birincinə aid olar. Rusiya dövləti ilə müqavilə imzalanması hər ikisi üçün uyğun gəlir. Həm məsələn 1713-cü ildə, həmçinin 1667-ci ildə ticarət müqaviləsi də imzalanıb. Qəndaharın itirilməsi 1609-17-ci əsrin 18-ci əsrin əvvəllərinə düşür. D bəndi gedir 2-yə. Azərbaycan bəylərbəyinin yaradılması isə Şah 1. Abbası aiddir. Deməli 1-də B, 2-də D, 3-də A-dır. Doğru cavabımız D variantında göstərilib 36-cı sualda. Və 37-ci suala baxırıq. 1-ci Dünya müharibəsi illərinə aid olmayan bəndi müəyyən edin. Dörlər İttifaqının meydana gəlməsi olub 1915-ci ildə. Bolqarıstanın qoşulması ilə Osmanlı, Avstriya, Macaristan, Almaniya deməli Osmanlı birliyinin nəticəsində yaranıb. Sarıqamış döyüşündə məğlub olması 1914-15-ci ildə bu da aiddir. Osmanlının məğlub olması ilə nəticələndi. İngilislərin ilk dəfə olaraq tanklardan istifadə edilməsi bəli Somma çayı sahilində olub 1916-cı ildə. Yutland dəniz döyüşü isə 1916-cı ildə olub. 1-ci Dünya müharibəsinə düşür. Elzas və Lotaringiyanın Fransaya qaytarılması isə
Paris Versal müqaviləsinə əsasən idi. 1919-cu ildə 1-ci Dünya müharibəsindən sonraki dövrə düşür. Ona görə də burada Y uyğun cavab olur. 38-ci sualda uyğunluğu müəyyən edin. Azərbaycan xanlıqları, Quba və Qarabağ xanlığı. Bayat savaşında Qarabağ xanlığı iştirak etməyib. Azərbaycanın cənub torpaqlarına yürüş edib. Bəli, Erdəbil və Meşkinə Qubalı Fətəli xan. Xanlıqda iki hakimiyyəti mövcud idi. Xeyr, iki hakimiyyəti Quba xanlığında mövcud değildi. Bu Gəncə və Şamaxı xanlıqlarında mövcud idi. Qarabağ xanlığı Gavduşan döyüşündə məğlub oldu. Xeyr, Qarabağ Şəki birliyi idi. Ümumiyyətlə Quba məğlub olub. Şəki xanlığının Şamaxı xanlığı ərazisini bölüşdürdü. Şamaxı xanlığı Şəki xanlığı ilə Şamaxı ərazisini bölüşdü. Bu Quba xanlığıdır. Deməli burada da Fətəli xan Əfşərə məğlub oldu. Doğru cavab olar. Burada deməli 1-də B, 2-də C uyğun cavabımız C variantında göstərilib. 39-cu sualda AXC-nin 1918-ci il tarixinə aiddir. Müstəqilliyinin de facto olaraq tanınması de facto olaraq 1920-ci ilin yanvar ayındadır. Thomson rəhbərliyi altında İngilis qoşunlarının Bakıya daxil olması 18-ci noyabr ayındadır. Yəni bu doğru cavab elə B bəndidir də. Thomsonun başçılığında İngilis qoşunlarının gəlməsi 1918-ci noyabr ayındaydı. İtaliya ilə saziş 1920-ci ilin fevral ayında DNK-nin təhlükəsinə qarşı hərbi müdafiə paktı Gürcüstanla 1919-cu ilin iyun ayında. Qacarlar dövləti ilə dostluq haqqında müqavilə isə onun de jure tanınmasının 1920-ci ilin mart ayında olduğuna görə yanlışdır. Burada B uyğun cavab olur. 40-cı sualda göstərilənlərin nəticəsidir. Keçmiş müttəfiqlər arasında arzığın yaranması, İslami xalqanın Sasanilər və Axunlara ödədiyi vergini göyçülərə verməsini tələb etməsi. Bu təbii ki, Axun dövləti ilə aparılan müharibədə onun bölüşdürülməsi nəticəsində bu iki dövlətin razılığa gələ bilməməsi idi. Və bunun nəticəsində Göytüklər Soqdiana vilayətinə sahib oldu. Doğru cavabımız D variantında göstərilib 40-cı sualda. Və növbəti 41-ci suala baxaq. Burada qeyd edilir ki, Cənubi Azərbaycanda Pişəvərinin rəhbərlik etdiyi milli hökumətin tədbirlərindən deyil, Təbrizdə ilk dəfə pulsuz qız məktəbinin açılması bu Xiyabanın dövründədir. Dövlət torpaqlarının kəndləri paylanması var idi. Aid olmayan deyir daha doğrusu. Pişəvərin rəhbərlik etdiyi milli hökumətin tədbirlərindən deyil. İlk dəfə deyir. Elə bu A variantı uyğundur. Dövlət torpaqları kəndlər arasında bölüşdürdü. Əmək haqqında qanun qəbul olmuşdu may ayında 1946-cı ildə. Dil haqqında qanun 46-cı ilin yanvar ayında. Təbriz Universiteti isə 1946-cı ilin iyun ayında olduğuna görə bunlar düşür. Ona görə də burada B uyğun cavabdır. 42-ci sualda göstərilənlərin aid olduğu qədim dövləti müəyyən edin. Eradan və 1-ci minlikdə ərazisinin bir qismi itirərək ayrı-ayrı hissələrə parçalandı. Suriya uğrunda mübarizədə qəti qələbə qazana bilmədi. Təbii ki, 1-ci minlikdə ərazisi bir hissəsini itirdi. Təbii ki, bu Misir dövləti sayılır. Buna da görə də 3 rəqəmi. Burada da C uyğun cavab olur. 43-cü sualda eradan əvvəl 3-cü əsrdə baş verməmişdir. Romanın bütün İtaliyanın işğalını başa çatdırması var idi 3-də. Patrisi və plebeylərinin qanun qarşısında bərabərlik qazanması. Bu da 3-cü əsrə aid olduğuna görə götürmürük. Yunan Əhəməni müharibəsinin başa çatması 449-5-ci əsr. Çinin dünya ticarəti yolları çıxışını əldə edilməsi də var idi. 2-ci əsrə aiddir. Aid olmayandısa bunu götürürük. Xan sülaləsinin süquta uğraması bizim eranın 3-cü əsrə aid olduğuna görə bunu da götürürük. Deməli 3, 4, 5 doğru cavabımız Y variantında göstərilib. 44-cü sualda hadisə və nəticə əlaqələrində aid uyğunluğu müəyyən edin. Qurqobu döyüşü Gəncə Rus qoşunları tərəfindən mühasirəyə alındı. Bir doğrudur. Kürəkçay müqaviləsinin imzalanması Qarabağ xanlığı əbədi olaraq Rusiyanın himayəsinə keçdi. 2 də düzdür. Qəmərli döyüş Rus qoşunları qalib gəldi. Xeyr, yanlışdır. Gümrük yaxınlığında döyüş Qacarlar Rus qoşunları tərəfindən məğlub edildi. Qacarlar deyil, Osmanlı. Qarabağ döyüşü Rus qoşunları məğlub oldu. Rus qoşunları məğlub edildi. Düzdür. Deməli 1, 2, 5 uyğun cavabımız A variantı olar. 1, 2, 5. Burada 3, 4 yanlışdır. 1, 2, 5 yəni A uyğun cavab olur. 44-cü sualda. 45-ci suala baxaq. Uyğunluq gözlənilmişdir. Böyük Azadlıqlar Xartiyasını imzalanmışdı. Fransa Kralı 4-cü Gözəl Filip. Xeyr. Bu 2-ci Henrixin dövründə təsadüf eləyir.
Aragon və Kastiliya krallığının birləşməsində isə bu 1479-da İspan krallığının yaranmasına başa çatır. Bu da 9-cu yüzillikdə deyil, 15-ci yüzillikdədir. Augsburg Sülhünün imzalanması Almaniyada Katolik kilsəsinin rəsmi olaraq bölünməsi düzdür. C variantı 30 illik müharibənin başlanması, müharibəyə İngiltərənin rəhbərlik etməsi. Xeyr, İngiltərədə müharibədə iştirak etmirdi. Xristofor Kolumbun qərbə doğru üzməsi, ilk dəfə olaraq dəniz səyahətinin dünya ətrafında dolanmaqda nəticələnməsi. Xeyr, bu Fernando Magellan'a aiddir. Ona görə də C uyğundur. 46-cı sualda ABŞ-ın xarici siyasətinə aid olanları müəyyən edin. Hüquqlar haqqında bil adlanan 10 illik düzəlişlərin konstitusiyada da əlavə edilməsi, xarici siyasət bu daxili siyasətə aiddir. Mühür qanunu ABŞ 1765-ci ilə aid olduğuna görə ABŞ yox idi. Benjamin Franklin Konqres tərəfindən Parisə göndərməsi. Bəli, bu istiqlaliyyət müharibəsi gedişində idi. James Monroe'nun doktrinası da var idi. Deməli 3-dən 4 var. Homesteadlər qanun daxil idi. Deməli 3-dən 4 doğru cavabımız Y variantında göstərilib. 47-ci sualda şah 2-ci Təhmasibdən fərqli olaraq Nadir Osmanlı dövlətinə qarşı hərbi əməliyyatlar hər ikisi aparıb. Osmanlı ilə müqavilə hər ikisi məsələn Kirmanşah Bağdad sülhü imzalayıb. 1-ci Pyotrun Xəzəryanı bölgələr yürüşü illərində hakimiyyətdə idi. Bu 2-ci Təhmasibdir. Kirmanşah sülhü imzalayan 2-ci Təhmasibidir. Burada deməli Y uyğun cavab Y-dir. 48-ci sualda uyğunluğu müəyyən edin. Azad taxılçılar haqqında qanunu 1-ci Nikolay verib. Ona görə 2 düzdür. Krım müharibəsinin başlanması 1953-56-cı ilə Nikolayın dövrünə düşür. 2-ci Aleksandr təhkimçiliyin ləğv edilməsi haqqında qanun vermişdi. Deməli 3 də uyğundur. Deməli 2, 3, 6 doğru cavabımız A variantında verilib 48-ci sualda. Növbəti 49-cu suala baxaq. Burada qeyd edilir ki, 19-cu və 20-ci əsrin əvvəllərinin hadisələri xəritədə rəqəmlərlə göstərilmiş dövlətləri uyğunlaşdırın. Bir də baxırıq Fransa, 2 Almaniya, 3 də İngiltərə ərazisi göstərilib. Cənubi Afrikanın işğalını başa çatdıran İngiltərə idi. A bəndi 3-ə gedəcək. 1970 Peterburqda Rusiya ilə saziş bağladı. Bu da təbii ki İngiltərə aid. AB gedəcək 3-ə. Waterloo döyüşünə məğlub oldu Fransa. C bəndi gedəcək 1-ə. 19-cu əsrin ikinci yarısında ölkənin birləşdirməsi başa çatdı. Təbii ki bu Almaniyadır. 1871-ci ildə. Deməli D bəndi Alman imperiyasının yaranması. Deməli bir də AB, daha doğrusu 3-də AB olan variant, bir də C, 2-də D, 3-də AB. Doğru cavabımız C variantına göstərilib. 50-ci sualda uyğunluq pozulmuşdur. Rusiya Sovet Federativ Respublikası Türkiyə arasında Moskvada dostluq müqaviləsinin imzalanması, Naxçıvan ərazisinin Azərbaycan qayyumluğu altında muxtar ərazi oldu. Bu doğrudur. 1920-ci ilin avqustunda taxıl mütəkkilinin dövlət ticarətinə alınması, dekretin qəbul edilməsi, daxili ticarət azadlığının icazə verilməsi. Xeyr, bu əslində ərzaq sapalağının yaranmasına gətirib çıxartıb. B uyğundur. Bütün növ məhsulların inhisarının ləğv edilməsi haqqında dekretin qəbul edilməsi, ərzaq sapalağının ləğv olunması düzdür. Yeni iqtisadi siyasətin tətbiq edilməsi, neft bədənlərinin elektrikləşməsinin sürətlənməsi, pasport sisteminin tətbiq edilməsi, kənd sakinlərinin şəhərə köçməsinin yeni məhdudiyyətlər qoyulması. Bunlar doğrudur. B yanlışdır. 51-ci sualda Theodore Roosevelt'in prezidentlik dövrünə aiddir. Yeni demokratiya Woodrow Wilson'a aiddir. Trestlər haqqında qanun qəbul olunub 2 var. Respublikaçılar Partiyasının qurulması 1854 olduğuna görə düşmür. Böyük dəyənək siyasəti vardı 2-4 uyğundur. Yaponiya ilə sülh bağlamayıb. Deməli 2 ilə 4 A variantı uyğun, 2 ilə 4 yəni A uyğun olur. Növbəti 51-ci suala baxdıq və növbəti deməli 52-ci suala baxırıq. Cədvəldə hansı hadisələrin yerini dəyişdirilərsə düzgün xronoloji ardıcıl alınır. Almaniya və SSR arasında bir-birinə hücum etməmək haqqında pakt imzalanması 1939-cu il Molotov-Ribbentrop paktı idi. Alman ordusunun Moskva yaxınlığı məğlub edilməsi 1941. Həcə Aslanov ilk dəfə Sovet və qəhrəmanı adından layiq görülməsi Stalingrad döyüşündə idi. Stalingrad uğrunda döyüşlərin başlanması. Əvvəlcə döyüşlər başlayıb, sonra Sovet və qəhrəmanı adına layiq görülüb. Deməli 3-dən 4-ün yerini dəyişsə düzgün xronoloji ardıcıllanır. Bu da D uyğundur. 53-cü sualda doğru bəndi müəyyən edin. Midiya və Babil ordularının Assuriyanı məğlub etməsi, Kiaksar və Manna dövlətləri arasında müttəfiqlik əlaqələrinin qurulması.
Kiaksar və Manna dövləti. Midiya və Babil ordularının Asuriyanı məğlub etməsi. Xeyr, bu yanlışdır. Kaştaritinin İskit ordusu ilə döyüşdə həlak olması, İskitlərin Asiya üzərində 28 davam edən dövrün başlanması düzdür. Atropatın Midiyanın satrapı təyin edilməsi, Atropatenanın müstəqilliyinin bərpa edilməsi. Xeyr, bu satraplıq dövrünə aid deyil. Kara yaxınlığa döyüşdə Parfiya tərəfindən Romanın ordusunu məğlub edilməsi. Eradan Vəliəli 3-cü ildə baş verən döyüşdə qələbə qazanmışdı. Deməli, 2 ilə 4 uyğun olur. 54-cü sualda xronoloji ardıcılığını müəyyən edin. Dəyərli Sultanlıq Xələzlər sülaləsinin hakimiyyətə gəlməsi 1290-dır. Sonra Babur Şahın insanlı hakimiyyətinin güclənilməsi 1526. Teymurun qızı ordu Toxtamış xanla müharibəsi 1395 Terek çayı üzərində döyüşdür. Və Təbəriyə 1187-ci ildə aid olduğuna görə burada olur deməli 4 1 3 2 4 1 3 2 uyğun cavab olur 54-cü sualda. Və 54-də baxdıq. 55-ci sualda qeyd edilir ki, sxemdə adları verilmiş hökmdarlara aid ümumi cəhətləri müəyyən edin. 3-cü Mehmet Vaçaqan və 2-ci Vaçe feodalizm dövründən fəaliyyət göstərmələri. Bəli, feodalizm dövrüdür. 3-cü Mehmet Vaçaqan bir düzdür. Sülalənin sonuncu nümayəndələr olması. Bu kimə aiddir? Hansı sülalənin dövrünə aiddir? Burada sonuncu 3-cü Mehmet Vaçaqandır. Xristianlıq dövlətini elan edilməsi də 3-cü Mehmet Vaçaqana aiddir. Dövlət dini elan etməsi, daha doğrusu bu deməli Urnayırın dövrünə düşür. Albaniya Şəkil sülaləsinin nümayəndə olması 4 var. 5-ci əsrin 2-ci əsrində Albaniya idarə etməsi də var. Deməli 1, 4, 5 uyğun cavab olar. Burada 1, 4 və 5 uyğun cavab olur. 56-cı sualda eyni illə aid olan hadisələri müəyyən edin. Uzunmüddətli parlamentin fəaliyyətinin başa çatması 1653 Cromwell'in Lord Protector elan edilməsi deməli 1653-dür. 1600 parlamentin fəaliyyətinin sonrası 1653. Eyni İngiltərə şanlı inqilab 1688. Birinci Charles'ın məhkəmə elan edilməsi 1649. Eyni ilə aid olan elə bu 1 ilə 2 olur. 1 ilə 2 oldu eyni ilə. 57-ci sualda qeyd edilir ki, 4-cü İvan, 1-ci Pyotr və 2-ci Yekaterina üçün ortaq cəhət 1, 2, 3 yazaq. Uyğunlaşdıraq. Məclis qanunnaməsi qəbul edib. Bunlar da Aleksey Mixayloviçdir. Şimal İttifaqının yaradılması 1-ci Pyotr'dır. B. Sonra Rusiyanın Qara Dəniz sahilində qəti yolları məhkəməsi 2-ci Yekaterina dövrünə aiddir. Rusiyada 2 dəfə hərbi donanma yaradılması 1-ci Pyotr'un dövrünədir. Rusiyanın şərq ölkələri birbaşa ticarət əlaqələri saxlama imkanı qazanması 4-cü İvanın dövrünə aiddir. Y bəndə gedəcək 1-ə. Deməli 1-də Y, 2-də B-dir, 3-də C uyğun cavab olar.